Əziz müəllimlər, bugün sizinlə 5-ci sinifin yeni mövzusu olan tərəvəzlərin becərilmə texnologiyası haqqında öyrənəcəyik. Gəlin vaxt itirmədən keçək mövzumuza. Tərəvəzlər çox qiymətli qida məhsuludur. Bu aydın bir məsələdir. Ən çox istifadə edilən tərəvəzlərə aiddir ağkələm, pomidor, xiyar, kartof, yer kökü, mətbəx çuğunduru, soğan, turp, şüyüd və s. aid edə bilərik. Hətta burada diqqət yetirsəniz şəkilləri də verilib. Daha sonra qidalı maddələr pomidor və xiyarda meyvələrində, kök və çuğundurda kök hissəsində, cəfəri və şüyüddə isə yarpaqlarında yığılır. Bu gəlib test sualına salınan bir sualdır ki, qidalı maddələr hansı tərəvəzlərdə, hansı göyərtilərdə və yaxud da ki, hansı hissəsində yerləşir? Demək, qidalı maddələr pomidor və xiyar kimi tərəvəzlərdə, meyvələrində, kök və çuğundurda kök hissələrində, cəfəri və şüyüddə isə onların yarpaqlarında yığılır. Yəqin ki, bu da aydındır. Şüyüd, cəfəri, keşniş, nanə, reyhan və s. kimi göyərtilərdən demək, həm ədviyyat kimi, bəzən isə onlara demək, yeməyin əsas elementi, yəni tərkib hissəsi kimi də istifadə edilir. Daha sonra soğan və sarımsaq xüsusilə xeyirlidir. Onların tərkibində böyük miqdarda C vitamini var. Elə gətirib bunları əziz müəllimlər suallara salırlar ki, demək, hansı tərəvəzlərdir ki, xüsusilə onlar C vitamini ilə zəngindir. Demək, biz onda götürəcəyik sarımsaq və soğanı. Yəqin ki, bu da aydındır. Daha sonra keçək mövzumuzun digər bir hissəsinə. Demək, pomidor 16-cı əsrin ortalarında Avropaya, Cənubi Amerikadan gətirilib. Soruşulsa ki, pomidor neçənci əsrdə gətirilib demək Avropaya, demək, onda biz götürəcəyik 16-cı əsrin ortaları. Hətta orada variantlarda axırları, əvvəlləri də olacaq. Onda biz qarışdırmayaq. 16-cı əsrin ortalarında Avropaya gətirilib. Bəzən də olur ki, testə salırlar ki, pomidorun vətəni bəs hara hesab olunur? Əlbəttə ki, Cənubi Amerika. Cənubi Amerikadan Avropaya gətirilib. Daha sonra isə o vaxtlar demək, pomidor bitkisi xırda sarımtıl qızıl rəngdə idi. Bunu bilirik və hətta İtalyan dilində tərcümədə pomidor demək, qızıl alma deməkdir. Demək, hansı dildə tərcümədə oldu? İtalyan dilində demək, pomidor qızıl alma deməkdir və o vaxtlarda xırda sarımtıl qızılı rəngdə olmuşdur. Ona görə də İtalyanlar onu qızıl alma adlandırırdılar. Yəqin ki, bu hissəsi də sizə aydın oldu. Və demək, pomidor növləri var, bildiyiniz kimi müəllimlər. Bəs bu pomidor növləri bir-birindən nəyinə görə, hansı xüsusiyyətinə görə fərqlənir desək, rənginə, quruluşuna və dadına görə fərqlənir. Orada başqa variantlar da olacaq testlərdə, yəni qarışdırmayaq. Demək, bizdən pomidor növlərinin bir-birindən fərqlənmə xüsusiyyətlərini istəsə, rənginə, quruluşuna və dadına görə olacaq. Burada isə qida çuğunduru haqqında bir qısa məlumat verilib. Demək, qida çuğunduru nədir? Tünd qırmızı rəngli tərəvəz bitkisidir və biz ondan salatların, şorbaların, hətta şirələrin hazırlanmasında istifadə edirik. Yəqin ki, bu hissəsi də aydın oldu. Hətta bunu da gətirib test sualı kimi salırlar ki, demək, qida çuğunduru hansı rəngdədir? Əlbəttə ki, tünd qırmızı rəngdədir və harada istifadə olunur? Şorba, salatlar və şirələrin hazırlanması üçün biz onu istifadə edirik. Yəqin ki, bu hissəsi də sizə aydın olur. İndi isə keçək mövzumuzun digər bir hissəsinə. Demək, pomidor nədir? Pomidor bir illik və işıq sevən, isti sevən ot bitkisidir. Əziz müəllimlər, biri var bir illik, biri var çox illik. Çox illik bitkilər odur ki, onlar bar verdikdən sonra kök sistemi demək torpaqda qalır qış müddəti ərzində. Qışda onlar məhv olmur. Yəni, həmin torpağın altında demək, yaz başı onlar təkrar cücərir və yaxud da ki, pöhr eləyir, yenidən bitir. Bu çox illik bitkilərə aiddir. Bir illik bitkilər isə demək,
müəyyən müddət yaz başı demək biz onları əkirik, becəririk. Bir müddətdən sonra isə artıq onlar demək həyat fəaliyyətini başa vurur. Artıq məhv olur. Gərək biz bir də təkrar onu təzə ildə, yeni ildə bir də təkrar əkək, becərək. Bu isə pomidor bitkilərinin demək aid edirik. Pomidor bitkiləri bir illik bitkilərdir və demək pomidor bitkisi su və mineral maddələri güclü kök sistemi vasitəsilə torpaqdan alır. Demək, əziz müəllimlər, elə gətirib bu hissəsində suallara salırlar ki, pomidor bitkisi su və mineral maddələri nəyin hesabına torpaqdan alır? Biz bilirik ki, torpaqda nə olur? Kök olur. Ona görə yadımızda saxlayaq ki, demək, həmin maddələri güclü kök sistemi vasitəsilə torpaqdan alır. Daha sonra isə digər bir məqam odur ki, bəs pomidor bitkisinin dibi, iştilinin dibi niyə tez-tez doldurulur? Əlbəttə ki, yeni əlavə köklərin yaranması üçün. Biz pomidor demək, müəllimlər, bitkilərinin dibini tez-tez doldururuq ki, onun dibində yeni köklər yaransın. Yeni köklər yaransın deyə də biz onun dibini tez-tez doldururuq. Onlar ki, gətirib testlərdə qarşınıza çıxar. Yəni, bu hissələrdə özümüzü itirməyək. Yəni, aydın bir məsələdir ki, demək, iştillərin dibi torpaqla doldurulur ki, orada yeni köklər yaransın. Daha sonra isə pomidor kolunda demək, müəllimlər, yeni zoğlar var ki, bu yeni zoğlar hesabına pomidor sürətlə qol budağı atır. Amma bu həmin zoğların bir mənfi xüsusiyyəti odur ki, onlar məhsulun miqdarını azaldır və yetişməni gecikdirir, yəni yubadır. Bu nə deməkdir? Elə testdə gətirib salırlar. Demək, pomidor bizə sualda düşsə ki, pomidor bitkisi nəyin hesabına sürətlə qol budağı atır? Orada variantlarda kökdə olacaq, yəni yeni zoğlar da olacaq, başqa variantlar da olacaq. Əlbəttə ki, biz orada götürməliyik ki, pomidor kolu yeni zoğlar hesabına sürətlə qol budaq atır. Bəs bu həmin zoğların mənfi xüsusiyyəti nədir? Demək, yeni zoğlar yetişməni yubadır, məhsulun miqdarını azaltdığına görə biz onu budayırıq. Yəni, bu məqamlara da diqqət yetirsəniz bu cür suallarda diqqət olmaq lazımdır. Çünki çox çaşdırıcı məqamlar qoyurlar. Yəni, sizin çaşmamağınız üçün bu yerlərə diqqət yetirməyiniz daha uyğundur. Daha sonra isə, əziz müəllimlər, demək, pomidor bitkisi cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr demək, bizdən soruşur nə qədər olsa nə yazacağıq. Demək, cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr 100-130 günü təşkil edir pomidor bitkisində. Hətta indi birazdan başqa bir yerdə sizə nəzərinizə çatdıracağım. Bir də var ki, cücərmələr demək, nə vaxtdan çıxmağa başlayır? O da 4-6 gün əhatə edir. Ona görə bunu qarışdırmaq olmaz. Bəzən müəllimlərə mən sual verəndə fikir verirəm ki, buradakı cücərmədən oradakı cücərtiləri qarışdırırlar yerlərin. Amma burada pomidor deyir bitkisinin cücərmədən meyvələrin yetişməsinə qədər olan dövr neçə gün əhatə edir? Demək, 100-130 günü təşkil edir. Daha sonra isə keçək pomidor bitkisinin becərilmə mərhələsi. Demək, əziz müəllimlər, pomidor bitkisinin becərilmə mərhələsi 8 mərhələni əhatə edir. İndi bir-bir hamısını sizlə birlikdə sadalayacağıq. Hansıdır? Bizə nə lazımdır? Nə üçün edirik belə? Hamısını bir-bir sizin nəzərinizə çatdıracağım. Demək, əziz müəllimlər, biz pomidor demək, iştilini becərərkən müəyyən mərhələlərdən keçirməliyik onu. Burada bizə yeşik lazımdır, drenaj lazımdır, polietilen örtü, su səpən, hətta demək kiçik payalar, xırda çubuq lazımdır və həmçinin yeşik də lazımdır. Yəni bizə lazım olacaq demək, daha sonra bizə lazım olacaq əşyalar bunlardır. Daha sonra isə keçək
pomidorun becərilmə texnologiyasından. Demək, bayaq qeyd etdiyim kimi, pomidorun biz iş dilini becərmək üçün müəyyən mərhələlərdən keçirik və bu 8 mərhələdir. Bizim ilk mərhələmiz o olacaq ki, pomidor iş dili üçün texnoloji xəritə hazırlamaq. Əvvəlki mövzularımızda da keçmişdik ki, texnoloji xəritənin nə olduğunu artıq siz bilirsiniz. Demək, burada əməliyyatların icra ardıcıllığı ətraflı yazılır. Bax, bayaq dediyim kimi alət və tərtibatlar göstərilir və əməliyyatların icra ardıcılığı təfərrüatı ilə qeyd olunur. Və biz demək, ilk mərhələmiz texnoloji xəritə hazırlamaqdır ki, bizə nə lazım olacaq, hansı alətlər, hansı əşyalar lazım olacaq, nələrdən istifadə edəcəyik. Bütün hər bir şey burada ətraflı qeyd olunur. İkinci mərhələmiz o olacaq ki, pomidor toxumlarını 2-3 saat isitmə sistemi yaxınlığında saxlamaq. Bu nədir? Bəzən olur ki, elə testlərdə gətirib 2-3 saat yerinə 1-2 saat qoyur. Bu isə müəllimləri axtarır. Yəni, burada diqqət edəcəyimiz bir məqam odur ki, isitmə sistemi yaxınlığında 2-3 saat saxlayırıq. Yəqin ki, bu da sizə aydın oldu. Bunu açar məqamla belə yadınızda saxlaya bilərsiniz ki, ikinci mərhələmiz oldu bu. İkinci mərhələdə də isə 2-3 saatı götürə bilərik. Yəqin ki, bu hissə sizə aydın oldu. Demək, üçüncü mərhələmiz nə olacaq? Toxumlar 30 dəqiqə, yəni yarım saat da ola bilər. Elə bəzən olur ki, testlərdə 30 dəqiqə vermir, yarım saat verir. Demək, 30 dəqiqə biz onu tünd bənövşəyə manqan məhlulunda saxlayırıq. Yaxşı, əziz müəllimlər, olar ki, qarşınıza çıxar ki, bəs manqan məhlulu özü hansı rəngdədir? Əlbəttə ki, tünd bənövşəyə rəngdədir. Bu manqan məhlulunda biz demək, toxumları saxlamaqla həmin üzə toxumlar çıxır. Biz həmin o üzə çıxan toxumları maye ilə birlikdə atırıq. Niyə atırıq? Çünki həmin toxumlar yararsız olur. Onun içərisində artıq demək, inkişaf etməsi üçün deyərdim ki, bir toxum olmur. Boş olur həmin toxumların içi. Ona görə biz onları atmaq məcburiyyətində qalırıq. Yerdə qalan toxumları isə demək, quru salfetin köməyi ilə quruduruq və onu bizim məqsədimiz üçün istifadə edirik. Daha sonra isə burada demək, müəllimlər, drenaj verilib, drenaj haqqında fikir verilib. Drenaj demək, fransız sözüdür. Yəni, bunu qarışdırmırıq. Orada başqa hansı dildən, tərcümədə nə deməkdir? Başqa sözlər də ola bilər və yaxud da ki, ingilis dilindəmi, italyan dilindəmi? Yəni, bunları qarışdırmırıq. Drenaj fransız sözüdür və torpağın susuzlaşdırılması deməkdir. Yəni, xəndəklər və borular vasitəsilə torpağın susuzlaşdırılması deməkdir. İndi bunu keçdiyimiz digər mərhələdə daha sizə aydın izah edəcəm ki, nədir. Ona görə keçək elə mövzumuzun digər hissəsinə. Daha sonra isə pomidorun becərilməsi üçün 4-cü mərhələmiz gəlir. 4-cü mərhələdə biz artıq yeşiyi hazırlayırıq. Yeşiyi hazırladıqdan sonra onun demək, dibinə drenaj drenajı yerləşdiririk. Daha sonra isə üzərinə 15-20 santimetrlik torpaq tökürük. Münbit torpaq və kiçik çubuğun köməyi ilə demək, şırımlar açırıq. Əziz müəllimlər, burada diqqət etməyiniz gərəkən yer bilirsiniz hansıdır. Olar ki, gətirib elə sualda salarlar ki, biz demək, iştilin becərilmə mərhələsində yeşiyi hazırladıq. Əla, laf gözəl. Bəs yeşiyə ilk öncə drenajı yerləşdiririk, yoxsa münbit torpağı? Əlbəttə ki, drenaj. Drenaj nə üçün vacibdir? Drenaj ondan ötürü vacibdir ki, biz vaxtı gələndə bu torpağı suvardıqda həmin suları süzsün. Yəni, həmin torpağın üzərində palçıqlı qalmasın, su oraya yığılıb qalmamaq üçün ona görə də drenajın köməyi ilə həmin demək, su süzülür. Onun üçün deyir ki, torpağın susuzlaşdırılması. Yəni, bu onun sayəsində mümkündür. Elə bayaq dedim ki, qeyd edəcəm sizlərə. Yəni, bu o məqsəd üçün istifadə edilir. Bəs münbit torpağın qalınlığı nə qədərdir?
desə 15-20 demək santimetr. Yəqin ki, aydın oldu. Bir də ki, müəllimlər, burada millimetr söhbəti yoxdur. Yəni, biz millimetri qoyaq bir kənara. Özünüz bilirsiniz ki, millimetr nə qədər bir kiçik bir hissədir. Ona görə 15-20 santimetr olacaq. Daha sonra isə 5-ci mərhələmiz gəlir ki, toxumları artıq başlayırıq biz. Həmin demək, drenajımızı da yerləşdirdik, torpağımızı da tökdük. İndi həmin demək, toxumları cərgə ilə əkirik. Cərgə ilə əkmək üçün demək əkdik və onun üzərinə nazik qat, yumuşaq torpaq səpirik. Hətta kənd yerlərində fikir versəniz, toxumu səpdikdən sonra dırmığın yardımı ilə onun üzərinə müəyyən demək irəli-geri etməklə torpaq çəkilir. Bax, nazik qat, yumuşaq torpaq həmin hissədir. Bu onu nəzərdə tutur. Daha sonra isə həmin demək torpaqları üzərinə nazik, yumuşaq torpağı səpdik. Demək, bundan sonra isə yeşiyin üzərinə polietilen örtük çəkilir. Bu polietilen örtük ondan ötürədir ki, orada müəyyən temperatur yaranır ki, demək, bitki öz demək, buxar vasitəsilə isinir və orada cücərtilər tez çıxmağa başlayır. Bu ondan ötəridir. 6-cı mərhələmiz isə odur ki, əziz müəllimlər, cücərtilər nə vaxtdan çıxmağa başlayır? 4-6 gündən sonra. Bayaq mən elə qeyd etdim ki, bəzən olur ki, müəllimlər onu qarışdırır ki, cücərmədən meyvələrin yetişməsinə qədər olan dövrdirsə bizə 100-130 gündür bu. Bəs cücərtilər nə vaxtda çıxmağa başlayır? 4-6 gündən sonra. Daha sonra isə həmin əvvəl üzərinə çəkdiyimiz, 5-ci mərhələdə üzərinə çəkdiyimiz demək, polietilen örtüyü çıxardırıq və həmin yeşiyi işıqlı yerə qoyuruq. 7-ci mərhələmiz bəs nədir? 7-ci mərhələmiz odur ki, artıq burada ştillərin biz yerini dəyişməyə başlayırıq. Bu da 3-4 yarpaq açanda mümkündür. Hətta sizə bir açar bir məqam deyim ki, 3 ilə 4-ü topladıqda, əziz müəllimlər, 7 edirmi? Bəli. Demək, bizim 7-ci mərhələmiz olacaq ki, 3-4 yarpaq açanda onların yerini dəyişmək lazımdır. Bəzən olur ki, elə imtahanda da həyəcandan birdən müəllimlər unutur, amma bu açar məqamlar müəllimlərə o qədər kömək edir ki, həmin anında o mərhələni tapa bilirlər. Daha sonra isə xırda çubuğun köməyi ilə demək, həmin ştilləri biz yerindən çıxardırıq və onu təzə yeşiyə bir-birindən ara məsafəsi olaraq 8-12 cm məsafədə əkirik. Demək, ştilləri təzə yeşiyə əkərkən onlar arasındakı məsafə nə qədər olsa desə bizə sualda 8-12 cm. Ən sonuncu mərhələmiz isə demək, ştillərin daimi yerinə əkilməsidir. Daimi yer dedikdə artıq müəllimlər, biz onu bilək ki, orada artıq ştil hara əkdiksə, orada artıq bar verəcək. Biz onu daimi yerindən artıq dəyişdirmək üçün bir yeri aparmayacaq. Hara əkdiksə, orada qalacaq. Bu dipçək ola bilər, ləkə ola bilər, fərq etmir. Demək, daimi yerinə əkildisə, artıq demək, o məhv olana kimi, solana kimi orada qalacaq. Və bu da 10-15 cm hündürlüyə çatanda olur. Demək, əziz müəllimlər, ştillər daimi yerinə nə vaxt əkilir bizdə testdə soruşsa, demək 10-15 cm hündürlüyə çatanda. Bəs ştillərin yeri nə vaxt dəyişdirilir desək, onda 3-4 yarpaq açanda 7-ci mərhələmiz. Burada da başqa diqqət edəcəyiniz bir məqam yoxdur. Belə ki, demək, pomidor ştillərinin becərilmə mərhələsi soruşsa bizdən 8 mərhələni əhatə edir. Sizinlə birlikdə demək 8 mərhələnin hamısını nəzərdən keçirdik. Harda nəyə diqqət edəcəyinizi də dedim. Belə başqa bir şey də yoxdur əziz müəllimlər. Bir də onu qeyd edim ki, burada artıq millimetr söhbəti yoxdur. Yəni santimetrdir. Hər biri yaxşı müəllimlər, belə başqa diqqət edəcəyiniz başqa bir məqam yoxdur. Yaxşı əziz müəllim, hər birinizə uğurlar, sağ olun.